Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində 16 dekabr tarixli və 17 dekabr olan günün hava haqqında məlumatına diqqətinizə çatdırırıq. Belə ki, Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 16-sından 17-sinə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz isə 7-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək və mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.